Buyurun. Uşaqlar, bugünkü məşğələmiz yekun məşğələdir. Bu günləri bizim çoxlu qonaqlarımız var. Gəlin ayağa qalxaq, qonaqlarımızı salamlayaq. Əyləşdik yerimizdə. Uşaqlar, bax, bu indi biz məşğələmizdən öncə qruplara bölünmüşük. Neçə qrupa bölünmüşük? 4 qrupa bölünmüşük. İndi qrupun liderləri seçilsin. Hər öz qrupunun liderini seçsin. Bu gruptan Süphan seçildi. Süphan gel buradan bir tane at götür koysun onun üstüne. Sizin gruptan kimi seçirsiniz lider? Firuze. Firuze gel oradan birini götür koysun onun üstüne. Bu gruptan kimi lider seçirsiniz uşaqlar? Cemil gelsin bir tane götürsün oradan koysun onun üstüne. Ve sizin gruptan kimi lider seçirsiniz? Kazımlı gelsin bir at götürsün koysun stolun üstüne. Yaş uşaqlar 4 grupumuz var, 4 liderimiz var. 4 de grupumuzun adı var. İndi kızlar zəhmət olmasa buraya gelsinler. Sakin. Kızlar buraya gelsinler. Küçük bir tane daire düzeldirik. Elimde mənim düğme tikilmiş kartlar var uşaqlar. Bu kartları elinizin arkasında gizlədəksiniz. Yaxşı uşaqlar, elinizi kartlarınıza sürtürün. Mən deyirəm, uşaqlar kimin əlində 2 düymə olan kartımız var? Görsək görə Firuz. Fatimə. Uşaqlar, Fatimə düz tapdı. Tapmadı, ona görə Fatimə oyundan uzaqlaşdırılır. Kimdəydi ki? Lamiyədəydi. Düzdür. İndi kartlarımızı dəyişək. Sən əyləşdin. Gəl bura Yaqub. Aha. Bir də baxaq, bir də elimizi sürtürün düymələrimizə. Kimin əlində 5 dənə düymə olan kartımız var? Görsətsin mənə 5 dənə düymə olan kartımız, amma baxmırıq. Baxaq, Lamiyə görə düz görsədir uşaqlar, baxaq. Düzdür Lamiyə. Bir də dəyişirik, getdik. Bir də dəyişirik kartımızı. Dəyişdik. İndi diqqətiniz olsun məndə. Kimin əlində 4 dənə düymə olan kart var? Afərin Firuzə, afərin. Uşaqlar, yaxşı əyləşdik yerimizdə. Afərin sizə. Məşğələnin sonunda bu oyunu hamımızdan oynayacağıq. Uşaqlar, bax bu oyundan, bu gördüyünüz tablolardan sizə nə xatırladır? Bunlar biz hansı məşğələdə öyrənirik? Riyaziyyat. Deməli bizim hansı məşğələmizdir? Düzdür uşaqlar, bizim riyaziyyat məşğələmizdir. Bugün bir riyaziyyatdan yekun məşğələ öyrəndiklərimizi, bildiklərimizin hamısını yekunlaşdıracaq. Gəlsə bizim qonağımız var. Görək qonağımız kimdir gələn? Salam uşaqlar. Siz bizi tanıdınız. Biz kimiz? Doğuşan Türkiye, siz nəzcə bura gəlmişsiniz? Sizin məqsədiniz nədir? Nə olub? Nəyə görə bilmişsiniz? Uşaqlar, biz meşələrə gəzdik. Qərar almışdıq ki, yolda qarşımıza nə çıxsa, aramızda tənbələcək. Amma nə az, nə çox, üçümüzə də eyni düşür. Necə bölürsünüz Doğuşan Türkiye? Necə bölürsən Doğuşan almaları? Uşaqlar, mənim əlimdə neçə alma var? Baxın. Elə isə mən deyirəm, bu mənim, bu mənim, bu da mənim, bu isə sənin. Görsətlər, görsət. Bu mənim, Görsət. bu mənim, bu da mənim. Bu isə sən. Doğuşan, sən səhv bölürsən. Türkiye, ben sen necə bölürsən? Bax, biri mənim, ikisi mənim, üçü də mənim.
Bax, bir dənəsi də sənin. Görürsünüz, yenə də səhv bölürük. Amma nə edirik ki, düz bölə bilmirik. İstəyirsiniz bizim uşaqlar sizə kömək eləsin? Bəli. Kim gəlib kömək edə bilər? Gəl görək Fatimə necə bölürsən? Mamasında var ki, sənin 4 alma var. İkisi sənin. Götür. Götür ver. İkisi sənin. İkisi də sənin. Bu qədər çox şey bilirsən, bunları hardan öyrənirsən? Bizim uşaq bağçamız var. Bizə hər şey öyrənirlər. Doğuşan Türkü, bax bugün bizim riyaziyyat məşğələmizdir. Gedin əyləşin, görün siz nə qədər çox şeylər biləcəksiniz. Geçin əyləşin. Fatimə sən də əyləş. Uşaqlar, gəlin görək biz neçəyə qədər saymağı öyrənmişik. Kim 5'ə qədər düzünə sayar. Əyləşin, Aysu saysın, Aysu say. 1, 2, 3, 4, 5. Bəs kim 5'dən tərsinə sayar? Say görək Kazım. 5, 4, 3, 2, 1, 0. Yaxşı uşaqlar, bəs biz hansı həndəsi fiqurları öyrənmişik? Aha. Birlər, düz bucaqlı. Yaxşı, kim mənə deyək? O hansı həndəsi fiqurdur ki, onun 4 bucağı, 4 təpəsi, 4 tərəfi var? Yaxşı uşaqlar, bəs kvadratla düz bucaqlının fərqli cəhətləri nədir? Fərqli cəhətlər. Deyilir Firuzə. Arabasını deyir. Kvadratın bərabər tərəfləri. Bütün tərəfləri bərabərdir. Bütün tərəfləri bərabərdir. Amma Düz bucaqlı. düzbucaqlının qarşı-qarşıya bərabər olan tərəfləri bərabərdir. Düz bucaqlının isə qarşı tərəfləri bərabərdir. Düzdür uşaqlar. Yaxşı, bəs o hansı həndəs fiqurdur ki, onun 3 tərəfi 3 bucağı var? Üçbucaq. 3 bucağın hamı cavab verir. Yaxşı, bəs hansı həndəsi fiqurdur ki, onun heç bir tərəfi, heç bir bucağı yoxdur? Dairə. Nəyə görə dairə deyirik? Çünki dairə yuvarlaqdır. Uşaqlar, bax, burada həndəsi fiqurlardan bir model var. Diqqətlə baxın. Bu nəyin modelidir? Hansı nağıl qəhrəmanının? Cırtdanı. Kim gəlib cırtdanın modelində həndəsi fiqurlar deyə? Gəlsin Fatimə. De görək Fatimə. Bu işbucaq. Qılavuzaq. Düz bucaqlı. Düzbucaqlı. Aha. Bu da düzbucaqlı. Bəs gözləri nədir? Dairə. Bəs papağı? Üçbucaq. Bəs başı nə hansı həndəs fiqurdur? Dairə. Bəs burnu hansı həndəs fiqurdur Fatimə? Burnu da üç bucaq. Düzdür uşaqlar, əyləşdik yerimizdə. Uşaqlar, gəlin görək, rəqəmlər özləri haqqında nə deyirlər? Rəqəmlər gəlsin bura. Sən rəqəm deyil. 2, Aha. İndi görün rəqəmlər nə deyirlər? Bu rəqəm düzdür, belə zurna oxşayırlar. Yaxşı tamaşa ilə bu da 2 dirimlə. 2 boynunu əyir, quyruğu yerə dəyir. 2-dən sonra gələn 3 bilirsən sən 2 yarımları qurtuluqludur. 4 isə 3-dən çoxdur, dirsəyi sanki oxdur. 5 şıxınca var ağa, başladı oynamağa. Əlin sağa uzatdı, qışı belində. Afərin uşaqlar, afərin. Qoyunları götürüyoruz sizdən. İzman edək, sonra məşğələmizi davam edək. Biz yandı. Buradakilar gəlsin bu cərgiyə. Sizə keçirin o pisi cərgiyə. Başlayırıq. Boynumu eğdim sağa, birazdan daha sola. Eğdim tez
qarışıq deyəcəm ha. 1 3 2 4 Yorğunluğunuz çıxdı. Keçin yerlərimizə. Uşaqlar, bizim qapı yenə verir. Deyəsən bizim qonağımız var. Çıktım çölün düzüne, dost gezirim üzüme. Naz gel oradasın, tez gel oradasın, tık 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 tık. Naz gel oradasın, tez gel oradasın, tık tık tık. Göresen ben hora gelip çıkmışım. Bilirsiniz ben özüme dost aktarırdım. Yolu azmışam, hiç bilmirəm hara gelip çıkmışam. Ay gözəl xanım, bilirsən, bura Dilfin uşaq bağçasıdır. Bu gördüyün uşaqlar isə böyük qrupun uşaqlarıdır. Bildim. Ancaq mən neçə illərdir ki, özümə dost tapa bilmirəm. Elə bir dost ki, ağıllı, sədaqətli, vəfalı, həm də savadlı olsun. Tıxtır xanım, burada o qədər uşaqlar var, hamısı səndən dostluq etmək istəyirlər. Mən razı, ancaq mənim uşaqlarla dostluq etməyim üçün onlara suallarım var. Əgər bu suallardan yaxşı çıxsalar, düzgün cavab versələr, mən onlarla dostluq edəcəm. Yoxsa yenə çobana, tülküyə, siçana möhtac qalacaq. Uşaqlar, mənimlə dostluq etmək istəyirsiniz? Razısınızsa suallarımıza keçək. Bəli. Buyur. Bir ildə neçə fəsil var? Bəs bir həftədə neçə gün var? 7. Hansılardır? Çərşənbə. Uşaqlar, mən öz nağlımda neçə qəhrəmanla qarşılaşıram? Hansılardır? Uşaqlar, mənə 5 nağlı qəhrəmanının adını söyləyin. 5 nağıl qəhrəmanı, gəlin sayaq. Hansı nağıl? Qıqqıl xanım, Boğaz, Qıqqıl xanım, Civciv xanım, bir də boyu balaca, Cırtdan oldu 5. Uşaqlar, nağıl qəhrəmanlarının da sizə öz sualları var. Baxın əlimdə nə qədər məktub var. Mən bu məktubları Şəhla müəlliməyə verəcəm. O sizin üçün oxuyacaq. Uşaqlar, görürsünüz, sizə nağıl qəhrəmanları da məktub göndərib. Gəlin görək nə suallar, diqqətli olun ha. Bax, bu nağıl qəhrəmanı bayaq sizə demişdim. Boyu balaca, ancaq çox bilmiş. Hansı nağıl qəhrəmanıdır? Cırtdan. Cırtdan sizə belə bir sual göndərib. Ağacda 5 quş var idi. Ovçu pirim birini vurdu. Ağacda neçə quş qaldı? Niyə görə uşaqlar? Çünki güllənin səsindən qorxub qaçırlar, düzdür uşaqlar. Görək bəs bu nağıl qəhrəmanı kimdir? Bu nağıl qəhrəmanı gözəl, göyçək bir qızdır. Kimdir o? Göyçək Fatimə. Göyçək Fatimə. Göyçək Fatimə belə bir sual göndərib. Otağın 4 küncü var. Hər küncündən bir siçan çıxdı. Pişik onlardan birini tutdu. Neçəsi qaldı uşaqlar? Niyə görə? Çünki qorxub qaçırlar. Pişikdən qorxub qaçırlar. Bu da düzdür. Siz necə də məntiqli uşaqlarsınız. Görək bəs bu nağıl qəhrəmanı kimdir? Uşaqlar, bu nağıl qəhrəmanı elə bir nağıl qəhrəmanıdır ki, onun ayağına tikan batır, mənə həmin tikanı təndirə atıb yandırır.
Hansı nağıl qəhrəmanı? Cikcik xanım. Cikcik xanım belə bir sual göndərir. Uşaqlar, 3 və 2 rəqəmi ilə bağlı nə bilirsiniz? 3 rəqəm haqqında deyək, nə bilirsiniz 3 rəqəmi ilə bağlı? Akılların sonunda. Dur denə Sübhan. Akılların sonundan göydən üç olmak. Afərin, sonra Üç tərəfi üç rəngi var. bayrağımızda 3 rəngi var. Camın tərəfi üç. 3 bucağı var, düzdür. Daha sonra? Bir fəsildə üç ay var. Afərin. Bəs 2 rəqəmi ilə bağlı nə deyə bilərsiniz? Fatimə Türkiye'də. İki gözümüz var. Fatimə qoy desin, Firuzə o da. İki gözümüz var. İki qulağımız var. İki qolumuz var. İki qoşa deməkdir. İki küçük deməkdir. Afərin. Daha sonra nə bilirsiniz? Kimin 2 bacısı var? Qrupamızda. Kimin 2 bacısı var? Yaqubun. De görə Kamran, sənin 2 bacın var. Deməli 2 qoşa deməkdir, cüt deməkdir. Ya. Düzdür. Tıxtı xanım, bizim suallarımızın cavabından razı qaldın. Bəli, sağ olun uşaqlar. Mən bugün sizdən çox razı qaldım. Siz mənim əsl dostlarımsınız. Siz necə də ağıllı, savadlı uşaqlarsınız. Siz öyrədən müəllimlərə əhsən deyirəm. Gəlin uşaqlar, Tıxtı xanım da alqışlayaq. Yaxşı, elə isə get otur məşğələmizin sonuna qulaq as. Uşaqlar, indi isə gəlin 5 dairəsinə qədər məsələlər quraq. Görək məsələlər qura bilirsiniz, yoxsa yox. Birinci məsələni mən qurum, dalını siz deyərsiniz. Bir sərçə qondu səhər eyvana. Yaşar gətirib, dəl verdi ona. Üçü də gəldi, eylədi cik-cik. Biz də gəlmişik. Tapın uşaqlar, neçə sərçəyə dəm verdi Yaşar? De görə Firuzə. Əlində 5 şar, oynayır günlər. Bu vaxt ağlayır, balaca nigar. Şarın birini verdi nigara. Neçəsi qaldı, deyin günlərə. Neçəsi qaldı? 4'ü, 5'dən birini verir Nigar'a qalır 4'ü. De görə Sübhan. Biri də sən qur denəm. Nənə 5 şəkildə kitab aldı nənəsi. İkisini mənə ver də qaldı neçədə mi? Neçəsi qaldı uşaqlar? 3. 5 kitabdan ikisini verir Sübhan'a qalır. 3 dənəsi. Daha kim qurar məsələ? De görə Fatimə. Həyatda 2 oğlan var idi. 2 qız gəldi. 4 ilə. Neçə uşaq oldu? 4. Rəhman birində sən qur. Mənim 2 kitabım var. Benim qardaşıma verin. Uşaq da neçəsi qaldı? Neçəsi qaldı uşaqlar? 1. Biri ikisindən, biri düzdür uşaqlar. Daha sonra Rəyana dur sən də bir məsələ qur. 5 quş qondu. 5 quş qondu eyvana. 5'i də uçub getdi. Neçəsi qaldı uşaqlar? 5 quş qondu eyvana, 5'i də uçub getdi. Neçəsi qaldı? 0. Düzdür uşaqlar. Uşaqlar, indi isə bizim qruplarla işimizdir. Diqqətiniz məndə olsun. Bax, 4 qrupdur. 4'ünüzün də işi var. Gəlin görək hansı işlərdir. Mən start deməyənə qədər heç bir işlə məşğul olursunuz. Bax, bu lamiyə verilmişir. Lamiyə, mən Pum Sadışa salmayana qədər işləmişsiniz. Sizə burada rəqəmlər verir. Bu rəqəmlərdə verilən ədədlər sayda şəkillər çəkəcəksiniz. Ürəyiniz nə istəyir çəkəsiniz. Yaxşı? Bir-birinizə kömək edirsiniz. Bu qrupanın işi Sübhan Gül'ün qrupasıdır, Delfin qrupası. Siz həndəsi fiqurlardan ürəyiniz hansı model istəyirsə öyrənmişik. Onlardan düzəldirsiniz. Bax, həndəsi fiqurlar da buradadır. Gözlüyüm mən. Bu isə sizin qrupanınki. Burada 3 dənə çəkək. Firuzə Gül'ün qrupası. Firuzə, siz burada verilən ədədlər sayda dairələr rəngləşsiniz. Başa düşdünüz? Bu isə Kazım Gül'ün qrupası. Kazım sizin qrupanızın işi biraz mürəkkəbdir. Görürsən, burada heyvanların sayını, patrısınız kəsməli. Sakit olun.
burada heyvanların sayı qədər ədədləri tapıb yaxşıdıracaqsınız. Burada isə ayıları öz yerlərinə qoyacaqsınız. Bildiniz? Başlayırıq işimizə. Tez. Sən deyəcək, al. Baxın, görün içində də top var. İşte bu var da bir də üçləyəcəm. İçərisində rəngi üçləyəcəm. Neçə dənə alma var? Size bakalım. Bakın görün. Ya. Yapmış mı o evi? Beğendi mi? Bakın görün. Ne felek var? Burada ne tarafta? Gördün mü? Ev yok değil. Ev yok sarıyla değil. Değil. Ama bizde yaşlı var. Ha, ne oldu? Aa, sağ olun. Aferin size. Aha, içinde ne güzel var? İçinde ne at var? Yok, bakın öyle içinde ne at var? Eşeğe gelip bağlı mı? Getir ayıları. Yok da onu ilemesin. Şimdi ayıları yüzüne kaçsın. Birbirinize kömək edirsiniz. Birbirinize kömək edirsiniz. Riyanət birbirinize kömək edin. Hərəniz birini aparsınız. Bu ayının evi hansıdır? Burada. İndi sən oxuyub. Bu birisi ayının evi hansıdır? Yox, səhv elədin. Burada. Apar, düzəld onu səhv. Aha, bu birisi ayının evi. Sonra bu ismi. Apar. Bu birisi ayını. Bəs day saxlayırsınız. Düzəltiniz uşaqlar. Sakit olun. Nə eləyirsiniz? Qoyurlar. Hemen yerine gətirərsiniz. Uşaqlar qurtarın. İşlərimizi bitirdik. Uşaqlar işlərinizi saxladın. Bax, kum sağlığımız da qutarıb bayaqdan. Liderlərimiz gəlsin qarşıya. Biz diqqətlə qulaq asırıq liderlərimizin çıxışına. Görək hansı qrup gözəl, görək Firuzə nə edirikdir. Hamı
rəngləmişik. Da 5 dənədir, 5 dənəsini rəngləmişik. Aha. 4 dənəsidir, 4 dənəsini. Orada 2 dənəsidir, 2 dənəsini. Burada da bir almadır. Burada isə üçünü rəngləmişsiniz. Firuzəgilin qrupasını alqışlayaq. Gelirsiniz yerinizə. Keçdik Kazımgilin qrupuna. Görək Kazımgil nə ediblər? Baxın uşaqlar, heyvanların sayı qədər ədədləri bir kəpənək var. Sonra nə eləmişsiniz Kazım? Danış. Sonra 2. Xoruz var. Sonra 5 dənə var. aha. Yapışdırdık bura. Neçə dənə cücə var? 4. 4 cücə var. Burada isə ayıları. Ayalı. Bu onun evidir. Bu da bunun evidir. Yox, bu nevidir. Bu nevi buradır. Son bu da. Bu evidir. Bu bunun. Alqışlayaq Kazımgilin qrupunu uşaqlar. İndi keçirik Cəmilgilin qrupuna. Görək Cəmilgil nə ediblər. Cəmil danış. Bu da. Bu da 5 dairədir, düzdür. 4 3, 4. Aha, bəs burada birini artıq eləmişsiniz, amma üçünü bir eləmişsiniz. Sonra burada 2 dənə, bəs burada Burada da bir de bir tane eləmişik. Cəmilgilin qrupunda alqışlayaq. Cəmilgil elə burada bir dənə səhv eləmişsiniz. Burada bir səhv eləmişsiniz, 4-ünü eləmişsiniz. Keçin yerinizə. Keçdik Süpangilin qrupuna. Görək Süpangil yeni və həndəs figurlardan. Süpan nə düzəltmişsiniz? Kvadratla, düzbucaqlının altına dairələr qoymuşsunuz maşındır. Sonra düzdür uşaqlar. Gəlin Süpangilin qrupunda alqışlayaq. Uşaqlar, bunlar bizim məşğələmiz sona çatdı. Bu günləri gördüm ki, siz mənə düzgün cavab verdiniz, yaxşı cavab verdiniz. Gələn il siz məktəbə gedəcəksiniz. Bilikləriniz daha da artacaq, savadlı uşaqlar olacaqsınız. Sizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Arzu edirəm ki, bundan da gözəl cavab verəsiniz. Gəlin özümüzü alqışlayaq.